Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm Müslümanlar. Allah Subhanahu Teala sizlərə bərəkət versin. Allah hər bir müsəlmanı arzusunda olan, Məkkə və Mədinə ziyarətlərinin arzusunda olan hər bir müsəlmana nəsib eləsin ki, ümrə, həc ziyarətləri etsin. Eyni zamanda Mədinədə olsun, Mədinəni ziyarət etsin. Peyğəmbər sallallahu aleyhi ve sellemin məscidini, eyni zamanda Mədinədə olduqdan sonra Quba məscidini və digər tarixi hadisələrin baş verdiyi tarixi yerləri. Hər bir müsəlmana arzusunda olan hər bir müsəlmana arzu edirəm. Allah nəsib eləsin, Allah müvəffəq etsin. Və eyni zamanda fürsətdən istifadə edib, bəzi bizdə insanlar ki, deyirlər ki, orada sadəcə olaraq ərəblərin cibini doldurmaq, ticarətdən başqa bir şey deyil. Yəni, misal olaraq istədim ki, öz tur paketlərimizin qiymətləri barədə məlumat verim. Demək, tur paketlərimiz təbii ki, baxır orada paketlərdə olan xidmətlərə baxır. Ən ucuz paketimiz 4 nəfərlik otaq, 4 nəfərlik otaq. 950-900 dollar və yaxud da 1000 dollar. O da baxır mövsümlə əlaqəlidir. Mövsümlə qiymətlər dəyişə bilir. Çünki Ramazanda qiymətlər ola bilər ki, biraz baha olsun, yay aylarında ucuz olsun, qış aylarında ola bilər biraz ucuz olsun. Yəni mövsümlə əlaqəlidir. Ən baha məsəl üçün vaxtda, yəni 950-1000 dollar 4 nəfərlik otaq. Həm kişilər üçün 4 nəfərlik, həm qadınlar üçün 4 nəfərlik. Demək, paketə nələr daxildir? Səhər axşam yeməyi, 5 ulduz otellər, həm Mədinədə, həm Məkkədə, özə yaxın otellər, 5 ulduz otellər, səhər axşam yeməyi daxil, eyni zamanda kişilərə ehram hədiyyə və bütün zəvvarlara, hamısına zəmzəm, kitabça, bələdçi kitabçası və çanta hədiyyə. Və bundan əlavə turun daxilində olan demək ziyarət yerləri var. Hansı ki Mədinədə məsələn ziyarət yerlərindən, Mədinədəki ziyarət yerlərindən Uhud dağıdır. Hansı ki Uhud döyüşünün keçirildiyi yerdir, tarixi yerlər. Həmçinin Quba məscididir. Hansı ki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyib ki, kim dəstəmaz alıb gəlib burada namaz qılsa, 2 rükət namaz qılsa ümrə savabı qazanır. Quba məscididir. Eyni zamanda Qibləteyn məscididir, Mədinədə yerləşən. Qibləteyn məscidi o ayə nazil olur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ilk öncə yəni Qüdsə tərəf namaz qılırlar. Sonra namazda ikən Allah subhanahu teala ayə nazil edir. Həmin ayə səbəbi ilə Peyğəmbər sallallahu aleyhi ve sellem namazda ikən üzünü çevirir Məkkəyə tərəf. Və bu hadisənin baş verdiyi məscid Qibləteyn məscidi adlanır. Eyni zamanda burada tarixi məscidlər çoxdur. Yəni Bilal radiyallahu anh'ın məscidi, həmçinin Əli radiyallahu anh'ın, Abbaqırın, Ömərin, Osmanın və digər sahabələrin məscidi var. Hansı ki onların adı ilə bağlı olmağına baxmayaraq, onların da elə özünün iştirakı ilə tikilən məscidlərdir. Həmçinin burada tarixi yerlərdən hansı ki görmək olur. Həmçinin xurma bağları var burada, gəzməli yerlər Mədinədə. Və Məkkədə olan ziyarətlərimiz hansı ki Məkkədə də o ziyarətləri biz edirik, hansı ki Travelin boynundadır, həmin o məbləğə daxildir. Demək, Ərəfa dağıdır. Ərəfa dağı Zülhiccənin 9-cu günü zəvvarların getdiyi, həc zəvvarlarının getdiyi dağdır. Ondan sonra Hira mağarasıdır, vəhyin ilk nazil olduğu dağdır. Yəni hansı ki Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə ilk vəhy həmin dağda nazil olmuşdur. Həmçinin Sur dağıdır, Məkkədə yerləşən. Sur dağı Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Məkkə müşriklərindən hicrət edərkən Abu Bakr radiyallahu anh'ından gizləndiyi dağdır. 3 gün gizlənir, artıq Məkkə müşrikləri izi itirdikdən sonra təzədən yollarına davam edirlər. Yəni bu kimi ziyarətlərin və digər nə qədər ziyarətlər hansı ki turun öhdəçiliyindədir və turun həmin o 1000 dollarlıq paketin içərisindədir. Mən indi buradan adil olan, ədalət sahibi olan hər kəsə deyirəm ki, yəni 1000 dollarlıq paketlə birincisi bura hər bir müsəlman üçün mənəviyyat ocağıdır. Mənəvi rahatlıq, mənəvi dinclik tapdığı bir məkanlardır. Hansı ki onu müsəlman edən, hansı ki hər bir müsəlman özünə İslama nisbət edən hər bir kəs onu İslamın beşiği sayılan, İslama bağlayan o səbəblər ki var, hansı ki ilkin dövrdə İslamla bərabər müsəlmanların hərəkatları olan yerlər, Peyğəmbər sallallahu aleyhi ve sellemin yaşayışı olan yer,
hicrət etdiyi yer, ilkin tikilən məscidlər və s. Yəni bu gün də onun hər bir müsəlmanın bağlılığı olmalıdır bura. Qəlbində istəyi olmalıdır, sevgisi olmalıdır və təsəvvür edin belə bir, yəni nətər deyim, mənəvi bir qida, mənəvi bir dinclik, mənəvi bir rahatlıq cəmisi yəni 900, 950 və yaxud da 1000 dollar. Bura demək bu mən dediyim qiymət hal-hazırda bu paket yəni Məkkə Mədinə daxildir. Lakin ola bilər ki, daha ucuz paketlər, yəni olur bizdə hansı ki, yalnız Məkkə. Yalnız Məkkə, yalnız ümrə paketi. Ola bilər daha ucuz olsun, ola bilər 600 dollar olsun, 700 dollar olsun və daha az, daha aşağı. Lakin indi sözüm orada odur ki, hər bir ədalət sahibinə sualım odur ki, yəni bizdə yaxşı, bizim özümüzdə qoydum bir qırağa. Məsələn, bizdə məsələn istirahət yerlərimiz var, Allah dövlətimizi qorusun və o gözəl məkanlarımızı və eləcə də Azərbaycanımızın hər bir guşəsini, hər bir məkanını qorusun. Lakin heç mən özümüzdəki istirahət mərkəzlərini demirəm. Təbii ki, ora məlumdur ki, yəni ora gedəndə otellər, həmin yeməklər, içməklər və s. gəzməklər, yəni hansı qiymətədir, hamı bilir. Ki, yəni bura gəldiyin qiymət heç Azərbaycanda da bir həftə dincəlməyə ancaq satar həmin yerlərə. Lakin qoydum hamısını bir qırağa, elə götürək xarici ölkələrə, Avropada və yaxud da digər. Həmin bu qoyda məbləğlə gedib Avropanı dincəlib gəlmək olarmı, ya yox? Yəni bu cürlə gedib dincəlib gəlmək olarmı, ya yox? Yəni mən onlarla insan tanıyıram ki, onların hal-hazırda məsəl üçün minlərlə pulu çıxıb, yəni dollardan minlərlə pulu çıxıb gedib Avropada bir həftə, 5 gün, 3 gün dincəlib gəlmək üçün. Ona görə yəni bəzi